Paşinyan qələbəsini belə elan etdi. Polis İrəvana girdi. Nə baş verir? Ermənistanda keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyası 49,81% səslə qalib gəlib. Bununla belə hakim partiya əvvəlki seçkilərlə müqayisədə 10 yer itirib. Mandatlar aşağıdakı kimi paylanacaq. Mülki Müqavilə 61 mandat, Güclü Ermənistan 28 mandat, Ermənistan bloku 11 mandat, Çiçəklənən Ermənistan 5 mandat. Paşinyan qələbəsini sosial şəbəkədə video paylaşaraq elan edib. O, çıxışında Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması və Bakı ilə sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb. Seçkilərdən sonra İrəvanda təhlükəsizlik tədbirləri gücləndirilsə də, şəhərdə vəziyyətin sakit olduğu bildirilib. Azərbaycanla sərhəddə yerləşən Kirans kəndində də hakim partiya üstün nəticə göstərib.